Yardımlıda 70'ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyini inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb. Məlumata görə 1994-cü il təvəllüdlü Jalə Əlövsət qızı Atayeva Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub. O 70'ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən qadın bir qrup müəllimi inandırıb ki, onun Elm və Təhsil Nazirliyində yüksək vəzifəli adamı var. Hər bir müəllimdən ayrı-ayrılıqda 3-4 min manat arası pul alaraq güya onları sertifikatlaşdırma imtahanından keçirəcəyini inandırıb. Zərərçəkmişlər Yardımlı rayonunun Telavar, Horonu, Gərsava, Şovud və Sığna kəndlərinin müəllimləri olublar. 2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq mühafizə orqanlarına şikayət ediblər. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini Uber şirkətinə taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib. O, 2025-ci ilin aprel ayından sentyabrın 11-nədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablamaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib. Qadın məhkəmə zalından azad olunub. Barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.